Gənc alim Zülfü illərdir quşları araşdırır, öyrənir və onlar haqqında kitab da yazıb. Söhbət zamanı bəzi quşlar barəsində yayılan miflərdən, maraqlı faktlardan da danışmaya bilməzdik. Təbii ki, əvvəlcə qarğaların 300 il ömür sürməsinin sirrini öyrənmək istədim. Təəssüf ki, bu Azərbaycanda yayılmış təbiət miflərindən biridir. Ümumiyyətlə, dünyada ən yaşlı qarğa 59 il yaşamış, Tat adında Amerika qarğası olub. Amma təbiətdə bəzi quşlar uzun ömürlüdür və dünyada ən yaşlı quş hal-hazırda Qarabel albatros adlanan bir quşdur ki, onun 79 yaşı var və hələ də nəsil artırır. Yəni, bizim bildiyimiz təbiətdəki ən yaşlı quş budur. Təbii ki, zooparkda da bəzi quşlar daha uzun ömürlü olur. Məsəl üçün, tutu quşların 100 ildən çox yaşadığı məlumdur. Amma heç bir quş 300 il yaşamır.